Salam dəyərli IELTS tələbələri və əziz izləyicilər. Bugün gördüyünüz kimi proses diaqram tipli writingdən sizə danışacağıq və gördüyünüz kimi belə bir writing task birimiz var və ilk öncə bunu Azərbaycan dilində sizə izahını verəcəyik. Azərbaycan dilində canlandıracağıq ki, burada bizdən nə istəyir, nə tələb eləyir. Videonu bir dəfəyə çəkdiyim üçün bir qədər texniki səhvlər ola bilər. Bunun üçün öncədən üzr istəyirəm. Amma çalışacağam ki, maksimum məlumatlandırıcı şəkildə informasiyalar, izahlar sizə ötürüm. Gördüyünüz kimi bu writing task 1-də bu diaqram hidroelektrik stansiyasında elektrik enerjisinin necə istehsal olunduğunu göstərir. Proses isə iki əsas mərhələyə bölünür. Gördüyünüz kimi iki əsas mərhələ hansından ibarətdir? Gündüz və gecə, yəni day and night. Elektrik istehsalı və suyun geri pompalanması. Elektrik istehsalı aiddir gündüzə, suyun geri pompalanması isə aiddir gecəyə. Davam edirik. Deməli, yuxarı səviyyəli su anbarı. Şəkildə görürsünüz high level reservoir yazılıb. Yuxarı səviyyəli su anbarı ilk etapda çaydan gələn su bəndin arxasında yığılır, belə desək. Bu su potensial enerji daşıyır. Gündüz isə intake, yəni giriş açıq olur. Giriş açıq olur, gecə isə bu giriş bağlıdır. Gündüz prosesi necədir? Elektrik istehsalı, belə desək, gündüz yuxarı anbarda yığılır. Daha sonra borular, turbinlər istiqamətində axır. Bu cür təsvir eləyə bilərik. Daha sonra generator elektrik enerjisini istehsal edir. Yəni elektrik power lines vasitəsilə national grid-ə, yəni milli şəbəkə ötürülür. İstifadə olunan su aşağı səviyyəli anbara tökülür. Yəni sağ tərəfdə ən aşağıda görürsünüz. Yazılıb low level reservoir. Yəni daha belə desək aşağı səviyyəli anbar kimi tərcümə edə bilərik. Gecə isə gecə prosesi ibarətdir suyun geri qaytarılmasından. Gecə isə gördüyünüz kimi su geri qaytarılır. Gecə elektrik tələbatı az olduğu üçün sistem bir növ tərsinə işləyir. Daha sonra burada nə əlavə edə bilərik? Burada əsas müqayisə ola bilər. Elektrik istehsalı, su pompalanır. Daha sonra turbin generator kimi, yəni nasos kimi su aşağı düşür. Gündüz, gecə isə su yuxarı qalxır. Gündüz enerji şəbəkəyə verilir. Gecə isə enerji bir növ sərf olunur. Burada biz ilk öncə artıq bir çox şeylər düşünürəm ki, aydın oldu. Biz ilk öncə anlamalıyıq ki, IELTS examiner'ın bizdən gözlədiyi nədir? Ümumi overview, ümumi icmal, gündüz-gecə müqayisəsi, daha çox bizə lazım olacaq passive voice tipli cümlələr, is generated, is pumped, bu tipli cümlələr bizə lazım olacaq. Proseslərin ardıcıllığı və terminlərin əlbəttə ki, düzgün istifadəsi. İlk öncə mən Azərbaycan dilində çalışacağım ki, müəyyən qədər izah verim bir giriş üçün, bir body part üçün, daha sonra siz onu davam eləyəsiniz və öz bildiyiniz tərzdə, öz leksikanızla, öz imkanlarınızla maksimum writingi yaza biləsiniz. Belə bir giriş verə bilərik ki, diaqram suyun saxlanması və hərəkətini əhatə edən dövrü proses vasitəsilə hidroelektrik stansiyalarında elektrik enerjisinin necə istehsal olunduğunu göstərir. Görürsünüz ki, burada əsas məqsəd elektrik enerjisinin necə istehsal olunduğunu göstərməkdir. Ümumilikdə, yəni overall verdikdə qeyd edə bilərik. Ümumilikdə gündüz saatlarında su yüksək səviyyəli su anbarından elektrik stansiyasına axdıqda elektrik enerjisi istehsal olunur. Gecə isə proses tərsinə işləyir və su gələcəkdə istifadə olunmaq üçün yenidən əvvəlki yerinə vurulur. Daha sonra mən ilk öncə Azərbaycanca fikirləri səsləndirirəm ki, bu fikirləri daha sonra biz ingilis dilinə tərcümə edə bilək. Həmçinin aşağıda rəy bölməsində çalışacağam ki, bir
7-5'lik, 8 ballıq bir nümunə writing-də yazım qeyd edim sizin üçün. Və bu dediklərimin tərcüməsi də olsun. Gündüz vaxtı çay suyu belə deyək də bəndin arxasında yerləşən yüksək səviyyəli su anbarında toplanılır. Su qəbul qapıları açıldıqda, su qəbul qapıları deyirəm də, indi belə adlandırıram. Qapılar açıldıqda su böyük borular vasitəsilə gündüz aşağıya doğru elektrik stansiyasına axır. Su çevrilə bilən turbinlərdən keçərkən onların fırlanmasına səbəb olur və bu hərəkət generatoru işə salır. Təkrar edirəm. Su çevrilə bilən turbinlərdən keçərkən onların fırlanmasına səbəb olur. Baxın, bu gördüyünüz turbinlər fırlanır. Bu şəkildə aşağısında zaten yazılıb turbin sözü. Və daha sonra bu hərəkət generatoru da işə salır. İndi isə gəlin bunu ingilis dilində səsləndirək. Bu dediyimiz cümlələri doğru versiyada belə verə bilərik ki, the diagram illustrates how electricity is produced in hydroelectric power stations through a process involving water storage and movement. Overall, electricity is generated during the daytime when water flows from a high-level reservoir to power station, while at night the process is reversed and water is pumped back to its original position for future use. Aha, ilk iki səsləndirdiyim giriş və overall'un demək olar ki, tərcüməsini ingilis dilində səsləndirdim. Bir qədər tələsirəm deyə bu videonu biraz tələsik çəkirəm. Ola bilsin texniki səhvlər hansısa ola bilər. Writing-i aşağıda yazdıqda daha diqqətli yazacağam, nümunəni daha diqqətli qoyacağam sizin üçün. İndi gəlin digər cümləyə keçək. Dedik ki, gündüz vaxtı çay su bəndinin arxasında yerləşən yüksək səviyyəli su anbarında toplanılır. İngilis dilində bunu çevirsək, during the day, river water is stored behind the dam in a high-level reservoir. Daha sonra, when the intake gates are opened, water flows downhill through large pipes towards the power station. Yəni belə. Giriş verdik, overall verdik, body partla bağlı müəyyən məqamlara toxunduq. Düşünürəm ki, artıq ümumi bir fikir yarandı bu task 1 barədə sizdə. İndi isə öz versiyalarınızı yazıb rəy bölməsində göndərə bilərsiniz və biz də onları dəyərləndirə bilərik. Bu qədər izlədiyiniz üçün hamınıza təşəkkürlər.